Həkimsiz müayinə köşkləri xidmət göstərməyə başlayıb. Çində sağlamlıq sahəsində texnoloji inqilab yaşanır. Artıq alış-veriş mərkəzləri, dəmir yolu vağzaları və izdihamlı meydanlarda yerləşdirilən süni intellektlə dəstəklənmiş sağlamlıq köşkləri vətəndaşlara həkimə ehtiyac olmadan ilkin tibbi xidmət göstərməyə başlayıb. Bu futuristik qurğular inkişaf etmiş sensorlar və üz tanıma texnologiyası vasitəsilə istifadəçilərin nəbzini, təzyiqini və bədən temperaturunu ölçə bilir. Toplanan məlumatlar tibbi verilənlər bazası ilə müqayisə olunur və sistem qısa müddətdə ilkin diaqnoz təqdim edir. Əgər müalicə tələb olunarsa, köşk eyni zamanda dərmanı da istifadəçiyə təqdim edir. Bu texnologiya xüsusilə kənd ərazilərində və əhalinin sıx yaşadığı şəhərlərdə həkimə müraciət üçün tələb olunan vaxtı azalda bilər. Beləliklə, səhiyyə xidmətlərinə çıxış daha sürətli və əlçatan olur. Lakin sağlamlıq köşklərinin geniş yayılması bir mənalı qarşılanmayıb. Tibb mütəxəssisləri yanlış diaqnozun insan sağlamlığı üçün risk yaratdığını bildirib. Bundan əlavə, xəstə məlumatlarının məxfiliyi və təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmdə müzakirə edilir.